Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə möhtəşəm dadı hər kəsi valeh edəcək reyhan dolmasının hazırlamasını paylaşacağım. İnşallah ki sizin üçün də yararlı bir video olar. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, like edərək kanalıma dəstək olmağı da unutmarsınız inşallah. Demək, reyhan dolması üçün sözsüz ki birinci iri yarpaqlı reyhan lazımdır bizə. Baxın, bu şəkildə reyhanları alırıq. Təmizləyirik, tərtəmiz yuyuruq, ondan sonra dolmamızı hazırlayırıq. İçlik üçünsə bizə lazım olacaq mal əti, quyruq, soğan, göyərtilərdən keçmiş şüyüd, tərxun, quru nanə və düyü. Ədvalardan da duz, istiot və sarı kök. Reyhan seçərkən bir daha qeyd edirəm ki, iri yarpaqlı reyhan seçin ki, bükmək daha rahat olsun. Yox, əgər xırda yarpaqsa, onda 2 dənə, 3 dənə yarpağı birdən bükę bilərsiniz. Və əti falan hamısını əvvəlcədən hazırlamışam ki, video uzun olmasın. Çəkilmiş ətli, soğanlı miqdarlarını videonun alt bölümündə qeyd edəcəm. Göyərtini də doğramışam, ədvaları da vururam, quru nanəmi də vurub əti yaxşı-yaxşı yoğururam. Əti yoğurdum, qoydum kənara və reyhanın üzərinə qaynar su əlavə edirəm. 1 dəqiqə, 2 dəqiqə həmin suyun içərisində saxlayıram və dərhal da sudan çıxardıram. Yəni reyhan öz şaxlığını biraz itirdikdə sudan çıxartmaq lazımdır ki, çünki reyhan çox kövrəkdir. Çox da belən içinə deyim də, isti suda saxlasaz əziləcək, yəni artıq heç cürə istifadə edə bilməyəcəksiniz. Və sudan çıxardıram, ondan sonra başlayıram dolmamı bükməyə. Əvvəldə qeyd etdiyim kimi iri yarpaqlı reyhanları tək-tək bükürəm. Balaca yarpaqlı reyhanları isə 2-2 üst-üstə qoyaraq bükürəm. Elə daha rahat olur. Çox rahatdır bükmək. Sadəcə biraz səbir gərəkir. Çünki çox xırda-xırda alınır. Amma buna baxmayaraq sonda, yəni onu yediyiniz an o ləzzəti hiss edəcəksiniz. Dəyər, yəni onu dəyər, o ətri hiss eləməyə dəyər, yəni bu əziyyətlə. Və hamısını eyni qaydayla bükürəm. Reyhan dolmanı bükdüm. Geridə qalan əti də yarpaq dolması bükdüm və hər ikisini bir qazanda hazırlayacağım. Çox ətirli, təsəvvür edirsiniz, hər ikisinin dadı, ləzzəti bir-birinə qarışsa necə ləzzətli bir yemək ortaya çıxacaq və saxsı qabının içərisinə əvvəlcə yarpaq dolmamı yığıram, üzərindən isə bükdüyüm reyhan dolmasını yerləşdirirəm. Ayrı da bişirə bilərsiniz. Bir yerdə də çox dadlı olur, ayrı da çox ləzzətli olur. Mən bu səfər bu cür hazırladım. Dolmaları yığdım qazana. Əgər sizdə bu cür saxsı qab, şirəli qab yoxdursa, onda adi tavada, qazanda da hazırlaya bilərsiniz. Amma bu cür şirəli qazanların deyim ki, dadı, ləzzəti bir başqa olur. Ona görə də imkan düşdükcə bu cür saxsı qablardan alın, qoyun evə. Çünki bu cür Azərbaycan mətbəxinin ümumiyyətlə yeməkləri bu cür qablarda daha ləzzətli olur. Və ən sonda üzərindən bir dolu xörək qaşığı ərimiş kərə yağı əlavə eləyirəm və dolmaların üzərini yarpaqla bağlayıram. Bunu ona görə eləyirəm ki, dolma öz rəngini itirməsin. Necə hansı rəngdə yarpağı görürsünüzsə, o rəngdə də sonda bişdikdən sonra yarpaq qalır. Yəni rəngini dəyişmir. Niyə? Ona görə ki, dəfələrlə, yəni niyə sualını mənə verirsiniz? Deyim ki, o dolmaya ki mən su vurmuram, o par üst yarpağın, yəni dolmanın üst yarpağını qaraltmır. Elə bu yarpağı qaraldacaq və biz də sonda hazır olanda bu yarpaqları qaldırdıqda dolma elə həmin bu rəngdə də olacaq. Və bunu hər zaman bu şəkildə də hazırlayıram. Qapağını yerləşdirirəm, vam atəşdə 30-35 dəqiqə ərzində dolmamı bişirirəm. 35 dəqiqədən sonra qazanın qapağını inanın ki açmağa belə ehtiyac yoxdur. Bütün evi reyhanın ətri bürüyür, tərxunun ayrı bir ətri bürüyür. Baxın,
yəni su əlavə etməsən belə dolma yetərincə öz suyunu çıxardır. Çünki həm yarpağın, həm ətin, həm soğanın tərkibində su olur və bu da nəticə. Bişdi dolmam. Görürsüz yarpağın rəngi elə öz rəngində də qalıbdır, dəyişməyib rəngini. Üstdəki reyhanın, yəni dolması baxın, yəni kaş ki bu ətri mən sizə ötürə bilərdim ekrandan. Yəni o qədər ləzzətli, o qədər dadlıdır ki, çox ləzzətlidir. Mütləq tövsiyə edirəm ki, bir dəfə də olsa hazırlayasınız və bu möhtəşəm ləzzəti dadasınız. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Like etməyi unutmayın. Şərh yazmağı unutmayın. Sağ olun, salamatla qalın.